Vibromasajor xüsusiyyətidir. Əgər boyunda duzlaşma varsa, təzyiq qalxıbsa, bu aparat sayəsində istifadə edirsiniz, təzyiqi stabilləşdirməyə, qan dövranını bərpa etməyə faydalıdır. Həmçinin bu gördüyünüz infraqırmızı şüalar sayəsində bədənə ümumiyyətlə qan dövranı stimulyat edir, həmçinin müalicəvi əhəmiyyətə malikdir. Bu digər gördüyünüz mavi rəngdə olan şüalar isə ultra bənövşəyi şüalardır. Bu da özlüyündə iltihab əleyhinə, zob problemi olanlarda çox yaxşı funksiyanı daşıyır. Növbəti isə bax bu gördüyünüz funksiya isə bu elektroşok verir bədənə yüngül dərəcədə, bu da özü qan dövranı sürətləndirir. Bu aparatın əsas özəllikləri akupunkturanı, iqloterapiyanı, refleksoterapiyanı özündə birləşdirir. Zəhmət olmasa əksinə çevirin, ucunu dişlikləri görək. Və bu dişliklər ayaq altında olan, ovuc içində olan, orqanizmdə yerləşən akupunkturaların üzərindən gəzdirərək bir çox müalicəvi prosedurlar həyata keçirir. Həmçinin kosmetologiyada da bunu istifadə edə bilərsiniz. Əgər qırışlıqlar varsa, buxaq nahiyəsində varsa, üz qırışlarınızı, mimik qırışlarınızı açmaq istəyirsə, bu aparat vasitəsilə istifadə edirsiniz. Həmçinin əlimizin içində olan 150-yə yaxın akupunktur nöqtələr var ki, bu aparat əldə gəzdirərək bütün orqanlarınızın sağlam qalmağına dəstək verə bilərsiniz. Və ümumiyyətlə siz özünüz akupunktur nöqtələrini yeni bilməyinizə ehtiyac yoxdur. Çünki aparat əvvəlcədən özü onu təyin edir.